Salam. Seyid artıq 8 ayın içindədir. Seyidə əməliyyat nəticəsində serebral iflic və atrofiya diaqnozu qoyulub. Eyni ilə bu çanaq çıxığı var və beyində mərkəz aparmalarda fokal epizodik epiform mərkəzləri var. Yarım kürələr arası. Seyid sabahları artıq xəstəxanaya, nevroloji xəstəxanaya yatış eləməlidir. Seyidin hazırki nevropatoloqu Hüseyin Sultanovdur. Hazırda 2 aydır ki, artıq Seyid onun müalicəsini alır. Və eyni ilə Seyidin gözündə də həm çəpləşmə, həm astigmatizm var. Və doktor Poloxovun da müalicəsini alırıq. Seyid mikroklizmasız bayıra çıxa bilmir. Səbəbi isə heç bir halda bəlli deyil, tapa bilmirlər deyirlər. Tədris cərrahiyyədə Ramiz Poloxov müalicə edir. Seyidin əsas problemi kalsit olduğuna görə hazırda ayaqlar görsənmir, ancaq ayaqlar artıq tərs çevrilir, birləşmir. Yanaşdıranda, birləşdirəndə əyri olur. Və sol hissəsində əli tərs çevrilmiş formadadır və də ki, əlləri sadəcə yumruq olaraq qalır. Doktor Hüseynov bizdən müalicəsi üçün 4 il fasiləsiz müalicə olunsa, oğlumun serebral iflicdən sağalma ehtimalının 90% olduğunu bildirdi. Çünki heç bir funksiyasını itirməyib Seyid hazırda. Bu səbəbdən də amma müalicəsi üçün bizdən çox pul istəyirlər. Dərman və də həkim qəbulu xaric 1000 manat masaj və də idman reabilitasiyalara ödəniş istəyirlər. Eyni ilə Seyidin bildirdim ki, gözü və bağırsaqlarında da problem var. Bununla bağlı da müalicə olunur. Bugün Ağdam Birliği'yle biz gelmişik Seyit balamızın yanına. Allah şefasını versin. Allah özü köməyində olsun. Ağdam Birliği valla bu ay 3 nəfər körpə uşağa kömək eləmişik. Elə bir ki, 3-cü Seyit balamızdır. Bir dəfə hamımızın üzündən uzaq olsun. Ağdamın bir nəfər dünyasını dəyişmişdi Moskvada, ona kömək edib. Bu da Ağdam Birliği Seyit balamıza pul göndərir. Çox. Allah şəfası versin. Allah kömək edən qardaşlara, dostlara, hamısına Ağdam Birliyinə mən həm öz adımdan, həm onun yaxınları adından təşəkkür edirəm ki, Seyit balamıza kömək edir. Allah Ağdam Birliği olanların hamısına kömək olsun. Hamısının balasını qorusun. Allah canlarını sağ eləsin ki, Seyit balama köməkli eləyirlər. Bütün ailə üzvlərimin hamısının əvəzinə minnətdaram, təşəkkür edirəm. Allah köməyiniz olsun. Həmişə belə gözəl işlər üçün köməkli eləyəsiniz. Canınız sağ olsun, balalarınız sağ olsun. Çox sağ olun. Allah nə qədər belə ürəyinizdə gözəl arzularınız var, arzularınıza çatasınız. Sağ salamat hamımız gedək Ağdama, torpağımıza, vətənimizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Allah yardım edenlerin köməyi olsun. Bu hesab kartına kim köməkli edirsə, Allah onların canı sağ eləsin. Başta Mahir müəllim olma şərtiyle. Ağdam Birliği'ne. Bugün
Mənim köhnə Bayavik qardaşlarım Şahbaz, Telman bu ki gəldi məni Bərdər rayon diagnostika mərkəzində ziyarət elədilər. Mənim üçün bunların gəlişi ən möhtəbər devlət məmurundan üstünür. Çünki bunlar mənim qan qardaşlarımdır. Nə deyim, Ağdamdan olan o Ağdam birliyi ki deyirik, onların hər birinə Allah təala ömür versin. Hər birinin qadasını alır. Onlar bizim devlətimizin, xalqımızın, millətimizin atributları olanlardır. Allah onlara ömür versin. Ayrı nə dəvlər? Öpürəm hər birinin qadasını. Sen de kıymetli olansan, halkın bir kıymetli olansan. Dövlət tekrar düşünün. Qiymətli olanların qədrini qiymətli olanlar bilməlidir. Sağ olsunlar, qadasını hər birinin.